Neçə gündür Ağcabəddə 13 yaşlı qızın 24 yaşlı pedofildən dünyaya uşaq gətirməsi gündəmi zəbt edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmal Ağazadə Facebookda yazıb. Onun sözlərinə görə həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib. Ağazadə bildirib ki, 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir. Ağcabədi rayon icra hakimiyyəti güya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib deyə Ağazadə bildirib. Daxili İşlər Nazirliyindən qeyd olunub ki, Ağcabədi rayonunda 2012-ci il təvəllüdlü qızın valideynləri rayon polis şöbəsinə dəvət olunaraq onlarla söhbət aparılıb. O profilaktik uçota alınmaqla valideynlərinin himayəsinə təhvil verilib.